Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Növbəti mövzumuz Azərbaycan eradan əvvəl 7-4-cü əsrlərdə. Demək ki, biz ilk öncə Kimmer-İskit Sak tayfalarının Azərbaycana köçündən danışacağıq və Kimmerlər kimlər idi? Demək ki, Kimmer tayfaları Qaradənizin həm şimalında və həmçinin Şimali Qafqazda yaşamış türk dilli tayfalar idi. Bunlar eradan əvvəl 8-ci əsrdə yaşayıb mövcud olmuşlar. Və eradan əvvəl 8-ci əsrdə Cənubi Qafqaz və Kiçik Asiya istiqamətində yürüşə başlayırlar. Və birinci yürüşə başlayanda kimlər olur? Təbii ki, Kimmer tayfaları. Və eradan əvvəl 7-ci əsrin birinci yarısında İskitlərin təzyiqi ilə, baxın, Şimali Qafqazda yaşayan bu İskitlər ki var idi, Kimmer tayfalarına təzyiqlər göstərirlər, onları sıxışdırırlar və bu təzyiq nəticəsində Kimmer tayfaları başlayırlar cənuba doğru istiqamət almaya və Cənubi Qafqaza başlayırlar yürüşlər eləməyə. Bunlar iki hissəyə bölünürlər, Kimmer tayfaları. Bunların bir hissəsi Manna ərazisində gəlib məskunlaşırlar. Bəli, Manna ərazisində məskunlaşırlar. Bir hissəsi isə görsüz oxla göstərilən Kiçik Asiyaya istiqamət alırlar. Və Kimmer tayfa birliyinə kim başçılıq edirdi? Tuqdami. Və bu arada bunu da deyim ki, bu Kimmerlər hərbi cəhətdən çox güclü bir siyasi birlik yaratmışdılar. İskitlər kim idi? İskitlərin köçü. Deməli, İskitlər Aşşur mənbələrində işquz olaraq da adlanmışdılar və Kimmerlərin ardıca Cənubi Qafqaza köç eləmişdilər. Bəli, eradan əvvəl 7-ci əsrin əvvəllərində İskitlər Dərbənd keçidini keçirlər və Xəzər dənizinin sahili ilə hərəkət edərək Muğandan və Arazdan keçərək Mannanın şimalına, Urmiya göl ətrafında ərazilərə köçürlər. Bir dənə baxın, daha istiqaməti də verir. Dərbənd keçidindən keçərək, Muğan və Şirvandan keçərək Manna ərazisində və yaxud baxın, Mannanın şimalında burada məskunlaşırlar və eradan əvvəl 7-ci əsrdə olub bu hadisələr və 7-ci əsrdə bu tayfa birliyinə başçılıq edən kim idi? İşbakay. Bəli, İşbakay idi. Alban, Kaspi, Huti tayfalarını özlərinə tabe etmişdilər və daha da güclənmişdilər. İndi gəlin Kimmer-İskit Sak dövləti haqqında danışaq. Eradan əvvəl 7-ci əsrin birinci yarısında yaranmışdı bu dövlət. Kür və Araz çayları arasındakı ərazilərdən başlayaraq Urmiya gölünün şimal-qərb torpaqlarında yaranmışdı. 10-cu sinif dərsliyi bu cür yazır. 6-cı sinif dərsliyinə əsasən isə şimalda Kür çayından başlayaraq Arazdan cənubda Mannanın şimalına qədər geniş ərazilərə əhatə eləmişdi. Elə bir ki, xəritə üzərində göstərimdə bax, Kür çayından başlayır bu ərazi. Kür çaydanı, bax buradan. Sonra gəlir Araz çayı, hanı? Bax, Araz çayı buradan. Bu ərazilər əhatə eləyir. Sonra deyir ki, Urmiya gölünün, bax, qoy bunu silim, daha yaxşı göstərim burada. Bax, Kür çayı bu ərazidir, Araz çayı da burada. İndi təsəvvür edin, bu iki qırmızı xəttin arasındakı qalan ərazilər, bir də ki, Mannanın şimalı, yəni bu Urmiya gölünün şimalında qalan ərazilər Kimmer-İskit Sak dövlətinin ərazisidir. Bax, aldım dairəyə. İndi qayıdıram mövzuya. İndi İşbakayın hakimiyyəti dövründə deyir ki, yerli tayfalar hesabını döyüşçülərin sayını artırırlar. Assura qarşı Manna hökmdarı Ahşeri ilə ittifaqa girir. Bu arada eradan və 7-ci əsrdə. Manna ərazisindən keçərək artıq deməli Manna və İskit ittifaqı yaranıb və bunlar nə edirlər? Aşşura hücumlar edirlər. İlk döyüşlərdə də Aşşuru məğlub edirlər. Və nəticədə Midiyada müstəqillik uğrunda hərəkat genişlənir. Həmin dövrdə də Midiya dövləti ki var idi, Aşşurun tabeliyi altında idi və Ahşeri Manna hökmdarı Ahşeri Mannanı müstəqil elan edib, Aşşurun sərhəd qarnizonlarına, qalalarına da hücumlar təşkil edirlər. Eradan əvvəl 7-ci əsrin ortalarında İskit şahlığı daha da güclənərək Kimmerləri və Midiya dövlətini bir müddət özlərinə tabe edirlər. Və təbii ki, bu proseslərin çoxu kimin dövründə olub? İşbakayın dövründə. Və İşbakay öldü. Ondan sonra
Bu tez-tezcə bu İskitlər Aşşur dövlətinin üzərinə hücumlar təşkil edirdilər. İşbakayın ölümündən bir qədər sanki hücumlar səngiyir və Assur dövləti darmadağın olmaqdan xilas olur. Assuriya hərbi uğursuzluğunu diplomatik yolla həll etməyə çalışır. Necə? İlk öncə o keçmiş İskit-Manna ittifaqını pozur. Halbuki Aşeri İşbaka ilə ittifaqa girib Aşşur üzərinəki hücumlar təşkil etmişdi. Assuriya bu ittifaqı pozur. Özdəki hansı Aşşur hökmdarı? Aşşurbanipal. İlk öncə İskit-Manna ittifaqını pozur Aşşurbanipal və daha sonra İskit-Assur ittifaqını qurdu. Yəni bir vaxtlar Manna ilə müttəfiq olan İskitlər sonradan Aşşur dövlətinin tərəfinə keçir. Və eradan əvvəl 6-cı əsrin əvvəlində İskit dövləti Midiya tərəfindən süquta uğradılır. Qısa şəkildə bu formada yadda saxlayın. Azərbaycan Midiya İmperiyasının tərkibində. Bu xəritəni mən ümumi tarix atlasından götürmüşəm. Ümumi dünya tarix atlasından. Və çox gözəl də burada təsvir olunur Midiya İmperiyasının ərazisi. Deməli, Midiya tayfaların adına ilk dəfə Aşşur mənbələrində rast gəlinir. Onlar Maday Matay, Amaday adı ilə qeyd olunmuşdur və 9-8-ci əsrlərdə Aşşurlar Midiyanı işğal edərək, yəni bu ərazini işğal edərək, hələ o dövrdə böyük bir imperiya çevrilməmişdir. Midiyanı işğal edərək özlərindən asılı vəziyyətə salırlar. Demək ki, eradan əvvəl, əziz abituriyentlər, eradan əvvəl, bura yazım, eradan əvvəl 673-cü ildə Midiyada Kaştaritinin rəhbərliyi altında Aşşura qarşı üsyan başlayır. Və eradan əvvəl 672-ci ildə isə Kaştaritinin rəhbəri ilə müstəqil Midiya dövləti yaradıldı və paytaxtı Ekbatan şəhəri oldu. Bəli, Kaştaritinin dövründə idarəçilikdə müəyyən qədər dəyişiklik baş verəcək. Bu testdə düşür bu cümləni. Bunu nə edirsiniz edin, əziz abituriyentlər, əzbərləyin. Bəli, nəsli əyanlar müstəqil hakimiyyətlərini itirərək sıra əyanlarına çevrildilər. Yəni artıq siz müstəqil ola bilməyəcəksiniz və saraydan asılı olacaqsınız. Lakin tezliklə Aşşur İskitləri öz tərəfinə çəkərək Midiyanı məğlub edir. Kaştariti İskitlərlə döyüşdə öldürülür. Bəli. Və ondan sonra eradan əvvəl 653-cü ildən etibarən Midiyada İskit ağalığı başlayır. Ta ki bu baş verir eradan əvvəl 625-ci ilə qədər. İskitlər Midiya dövlətini tamamilə məhv eləmirlər. Kiaksara baxaq. Eradan əvvəl 625-585-ci illərdə hakimiyyətdə olub və bu hakimiyyətə gələn kimi bir sıra islahatlar keçirtdi. Deməli, nə edir? Kiçik vilayət hakimliklərini tamamilə ləğv edir. Hərbi islahatına görə isə daimi və nizami ordu yaradır. Necə? Nizəçi və oxçu dəstələrini ayırır. İskitlərin döyüş taktikasına uyğun olaraq süvari atıcı hissələr yaradırlar. Bəli, və piyadalar atlılardan yaxud süvarilərdən ayrıldı. Aşşura qarşı Babil dövləti ilə ittifaqa girir və eramızdan əvvəl 612-ci ildə Aşşuru məğlub edərək onun paytaxtını Nineviya şəhərinə tuturlar. Və eramızdan əvvəl 605-ci ildə isə Aşşur dövlətini süquta uğradaraq onun ərazisini öz aralarında böldülər. Eramızdan əvvəl isə 590-cı ildə bu da testə düşür. Kiaksar tərəfindən və düşəcək Midiya tərəfindən yaxud da Kiaksar tərəfindən varlığına son qoymuş dövlətlər hansılar olacaq? Manna, Urartu və İskit dövlətləri varlığına son qoymuş olacaq. Həmçinin Aşşurda. Bunların sırasında gedir. Və bundan sonra Midiya böyük bir imperatorluğa çevrilir. Sonuncu Midiya hökmdarı olaraq biz Astiaqdan danışacağıq. Eramızdan əvvəl 585-550-ci illərdə hakimiyyətdə olub və demək Astiaqın dövründə hərbi işğallar dayanır, hərbi yürüşlər dayandırılır və bu hərbi qənimətlərlə yaşayan əyanlar, yəni bu hərbi əyanlar və peşəkar döyüşçülər ki var idi, bunların narazılığına səbəb olur. Çünki bunlar hərbi səfərlərdə, yürüşlərdə iştirak edirdilər və bunun sayəsində çoxlu qənimətlər əldə edirdilər. Və artıq Astiaqın dövründə işğallar dayanır, yürüşlər dayanır və bu da olan narazılığına səbəb olur. Bu zaman Astiaq nə edir? Zərdüşt dininin kahinləri olan maqlarla yaxınlaşır və bu həmin əyanlar da ki var idi ya, bunlar Astiaqa qarşı açıq-aşkar
çıxış etməyə cürətlər çatmırdı. Başlayacaqlar dolayı yolla. Necə? Demək bu Astiaqın qız nəvəsi ki var idi, ikinci Kir. İkinci Kir də kim idi? Keçmiş Fars vilayətinin hakimi Kambizin oğlu idi. Yəni Astiaqın qız nəvəsi Mandananın oğlu idi ikinci Kir. Və ikinci Kirin vasitəsilə başladılar Astiaqa qarşı çıxmağa. Eramızdan əvvəl 553-cü ildə ikinci Kir babası Astiaqa qarşı üsyan qaldırır və 550-ci ildə nə olur? Midiya dövlətinin varlığına son qoyulur və beləliklə keçmiş Midiya dövlətinə məxsus olan torpaqlarda Əhəməni Fars dövlətinin əsası qoyulur. Eramızdan əvvəl 550-330-cu illərdə Əhəməni Fars dövləti mövcud olacaq. Midiya dövlətinin idarə etmə sistemi, bu da testdə düşəcək, dəfələrlə düşür, sınaqlarda da, qəbulda da düşmə ehtimalı çox olan mövzulardan biridir. Dövləti təbii ki, hökmdar idarə edəcək, vilayətlər isə satraplar. Sosial zümrə isə 3 təbəqəyə bölünürdü, yəni əhali, əyanlar, azad icmalar və qullar idi. İdarə etmədə də kim idi? Hökmdar, dedik ki, vilayətləri satraplar idarə edir, sonra isə 3-cü sırada ordu idi. Demək, Əhəməni dövləti süqut etdi, Midiya dövləti süqut etdi, onun yerində Əhəməni imperiyası yaranacaq, Əhəməni dövləti. Eradan əvvəl 550-ci ildə 2-ci Kir tərəfindən Əhəməni dövləti yaranacaq və paytaxtı ilk öncə Ekbatan, sonra isə Persapol şəhəri olacaq. Demək, 2-ci Kir eradan əvvəl 530-cu ildə Araz çayının şimal hissəsinə doğru hücum edir. Yəni Massagit tayfalarını özünə tabe etməkdən ötürü. Bu zaman, yəni 530-cu ildə baş vermiş döyüşdə, Massagitlərlə baş verən döyüşdə 2-ci Kir öldürülür. Və ondan sonra hakimiyyətə kim gəlir? 1-ci Dara. 1-ci Daranın hakimiyyətə gələn kimi bütün Əhəməni imperiyasında və Azərbaycan arasındakı üsyanları yatırır, çətinliklə də olsa. Və 1-ci Daranın ilk yürüşlərindən biri də məhz Azərbaycanın şimal ərazilərində olur. Və Azərbaycanın şimal torpaqlarda Əhəməni dövlətinin tərkibində olur. Və bunu xüsusi olaraq qeyd edeyim, yadda saxlayın. Bu testdə düşür cümlələr, bu cümlələr testdə düşüb görəcəksiniz. Azərbaycanın şimalda Əhəmənilərin hakimiyyəti heç də rəsmi olmayıb. Yəni şərti xarakteri daşıyıb, nominal xarakteri daşıyıb. Və 1-ci Dara da bir sıra islahatlar keçirir, ölkəni 20 satraplığa bölür və satrapların da səlahiyyətləri nə idi? Əhalidən illik vergi yığmalı idilər və müharibə vaxtı döyüşçülər yığmalı idilər. Lakin əhalinin heç bir daxili işinə qarışmırdılar. Əhəməni dövlətinin dövründə Azərbaycanın şimalında sosial təbəqələşmədə güclənir və iqtisadi və siyasi inkişafa səbəb olan amillər də nə idi? Bəli, ölkə əhalinin siyasi proseslərə qatılması idi və maliyyə vergi sisteminin tətbiqi idi. Həmçinin iri yaşayış məskənlərinin artması idi. Demək, Əhəmənilər dövründə xalqın üzərinə qoyulan ağır vergilər və mükəlləfiyyətlər zaman-zaman gətirir nəyə çıxarır? Narazılığa və sonra üsyanlara. Həmçinin Yunan-İran müharibələrində Azərbaycan tayfaları Əhəməni ordusunun tərkibində də vuruşmuşdular. Biz bundan sonra, biraz sonra yenə danışacağıq. Və sonda, eradan əvvəl 4-cü əsrin sonlarına yaxın Əhəməni dövlətində hakimiyyət uğrunda mübarizə başlayır. Nə bilim, məmur özbaşınalığı, satraplar arasında gedən mübarizə, tayfa və xalqlar arasında nəyə gətirib çıxarır? Narazılığa. Və artıq qərbdən də böyük bir təhlükə gəlirdi. Makedoniyalı İskəndərin şərqə doğru yürüşü başlamışdı. Eradan əvvəl 334-333-cü illərdə baş vermiş döyüşlərdə Əhəməni ordusunu məğlub edirlər. Sonra sonuncu döyüş isə eradan əvvəl 331-ci ildə Qavqamela döyüşü baş verir. Deməli, Qavqamela çölündə baş verən bu döyüşdə Əhəməni ordusu məğlub edilir və bu həlledici döyüşdə həmçinin, bunu da deyim ki, Midiya satrapı olan Atropat da özü də iştirak eləmişdi və burada Kadus, Albanlar və Sak tayfaları da Midiyalıların tərkibində, Əhəməni ordusunun tərkibində Makedoniya İskəndərə qarşı vuruşmuşdular. Demək, 331-ci ildə baş vermiş Qavqamela döyüşündən sonra 3-cü Dara qaçır ölkənin şərq vilayətlərinə, yürüşü davam elətdirən İskəndər Əhəmənilərin əsas şəhərlərini tutur, Persapol şəhərini də ələ keçirir və 3-cü Dara yenidən qoşun yığmağa cəhd eləsə də
Lakin öz adamlar tərəfindən 330-cu ildə öldürülür və bununla da Əhəməni dövləti İskəndər tərəfindən süquta uğradıldı. Və artıq keçmiş Əhəməni dövlətinə mənsub olan torpaqlar Makedoniya imperiyasının tərkibinə qatılır. Demək, 330-cu ildə İskəndər bir fərman verir. O fərmanda deyilir ki, keçmiş bütün Əhəməni dövlətinin bu vilayətlərini idarə edən canişinlər ki vardı, onlar hamısı vəzifəsindən azad olunur. Hətta Atropat da bu vəzifəsindən azad olunur. Lakin İskəndər sonradan fikrini dəyişir, Atropatı yenidən vəzifəyə qaytarır. Buna səbəbi isə vaxtilə 3-cü dairə yenidən qoşun toplayıb İskəndərə qarşı vuruşmaq fikrinə ki düşür, o zaman Atropata da müraciət eləmişdi və Atropat onun bu çağırışına cavabsız qoymuşdu. Və ona görə də 3-cü dairəyə kömək etməməsi sonradan İskəndərin fikrinin ona qarşı dəyişməsinə səbəb olur. Bəli, və eradan əvvəl 328-ci ildə İskəndər Atropatı Kiçik Midiya, yəni indiki Cənubi Azərbaycan və yaxud Manna, keçmiş Manna torpaqlarını canişini təyin edir. Və bu yolla da İskəndər həm də nəyə nail olmuş olur? Atropatı özünə yaxınlaşdırmaqla işğal edilmiş ərazidə möhkəmlənməyə çalışırdı. Bəli, İskəndər Əhəməni dövründəki Midiya satraplığını iki yerə bölür. Şimal satraplığı və Cənub satraplığı. Şimal, yəni Böyük Midiya nəzərdə tutulur. Üzr istəyirəm, Şimal Kiçik Midiya nəzərdə tutulur. Yəni Atropatın satrap olduğu ərazi, yəni Manna ərazisi. Bəli. Cənubi Midiya isə Böyük Midiya hesab olunurdu. Mərkəzi də Ekbatan ərazisi idi, şəhər idi və buranı İskəndər məxsusi olaraq öz əlində saxlamışdı. Bunun da səbəbi var idi. Bəli. Mühüm ticarət yollarının Ekbatan şəhərindən keçməsi və Cənubi Midiyanın onun imperiyasının şərq vilayətləri əlaqəsində əsas rol oynayırdı. Bəli, Cənubi Midiyanın onun imperiyasının şərq vilayətləri ilə əlaqələrində əsas rol oynayırdı. Deməli, eradan əvvəl 327-ci ildə İskəndər Hindistanda yürüşdə olan zaman Midiya satraplığı istisna olmaqla, yəni Atropatın hakim olduğu ərazidə, yəni Manna ərazisi istisna olmaqla qalan bütün ərazidə, İran ərazisində hərc-mərclik başlayır. Və eradan 327-ci Baryaksin rəhbərliyi üsyan başlayır Makedoniya zülmünə qarşı. Və İskəndər nə edir? Demək, Atropat nə edir? İskəndərin xalqı cəzalandıracağını düşünür. Və bunun qarşısını almaq üçün nə edir? Atropat özü Baryak üsyanını yatırır, özünü də əsir alıb İskəndərə təhvil verir. Hindistandan qayıdan da İskəndər nə edir? Təbii ki, qanunsuzluğa yol verən hakimlər ki vardı, onları edam eləyəcək. Yalnız Atropatı öz vəzifəsində saxlayacaq. Atropat da İskəndəri hörmətlə qarşılayır, bu Hindistandan qaydanda. Onun şərəfinə ziyafət verir, ona məşhur Midiya atları və Amazonka qadınları bağışlayır. Və qeyd olaraq da bir şey deyim, Atropat Makedoniyalılara yaxınlaşmaq üçün həmçinin öz qızını İskəndər ən yaxın sərkərdəsi olan Perdikkaya vermişdi. Və bu yolla da Makedoniyalıların öz ölkəsinin daxili işlərinə qarışmasına yol verməmişdi. Digər bir qeydimiz nədir? İskəndər Babil şəhərini özünə mərkəz seçmişdi. Bəli, və İskəndər eradan əvvəl 323-cü ildə vəfat eləyir və imperiyanı bir müddət Perdikka idarə etsə də, lakin o da sonraki döyüşlərdə həlak olur. Və artıq dövləti Yunan Makedoniya əsilli sərkərdələr idarə etməyə başlayır. Demək, yerli əhalinin nümayəndələri tərəfindən əsası qoyulan isə yalnız yeganə dövlət deməz, Atropatena idi. Bəli, çünki İskəndər həm keçmiş Əhəməni imperiyasının vilayətlərini itirən satraplar kimi onları azad etmişdi. Vəzifədən yəni azad eləmişdi. Sonradan İskəndər də özü vəfat eləyəndən sonra ölkə bölünür, müxtəlif dövlətlərə parçalanır, müxtəlif dövlətlər yaranır yerində. Hər birində kimlər idarə edirdi? Yunan Makedoniya əsilli sərkərdələr. Və yalnız bunlardan kim idi? Yəni yerli əhalinin nümayəndəsi tərəfindən əsas qoyulan dövlət yalnız Atropatena idi ki, bunun əsasını Atropat qoymuşdu. Biz buna sonraki dərslərdə danışacağıq. Və imperiya parçalandı Misir, Makedoniya, Selevki, Atropatena, Albaniya kimi dövlətlərə.
Bunlar da yadda saxlayın, testdə bəzən düşür. Çin, Meskit və Sak tayfalarına oxşar cəhətləri ki var, türk mənşəli idilər, köçərək təzyiq sürürdülər. 7-ci əsrin 1-ci əsrindən başlayaraq Dərbəndi keçiblər və Azərbaycana köç etmişdilər. Manna və ondan şimaldakı ərazilərdə məskunlaşıb və Aşura qarşı birgə mübarizə aparırlar. Və Azərbaycan türk xalqının təşəkkülündə mühüm rol oynamışlar. Həmçinin bu qeydi də yadda saxlayın. Manna Meskit şahlığı üçün oxşar cəhət türk mənşəli idilər, quldar dövləti idilər. Aşura qarşı Aşur ilə həm ittifaq yaratmış, həmçinin ona qarşı mübarizə aparmışdılar. Midiya dövləti tərəfindən isə süquta uğradılmışdılar eramızdan əvvəl 590-cı ildə. Və Manna ilə Midiyanın da oxşar cəhəti nə idi? Quldar dövləti idilər və Meskit şahlığı ilə ittifaq yaratmışdılar. Aşura qarşı mübarizə aparıb və eyni əsrdə süqut etmişdilər. Sağ olun, uğurlar.